Padşah və dəmirçi. Biri var imiş, biri yox imiş. Bir padşah varmış. Bunun var dövlətinin həddi hesabı yox imiş. Lap harınlıq eləyirmiş. Bir gün padşah vəzirini hüzuruna çağırıb dedi: "Vəzir, bilirsənmi nə var?" Padşah sağ olsun: "Xeyr, bilmirəm." "Vəzir, bax, gah Cəlal desən məndə, qoşun desən məndə, qüvvətli pəhləvanlar desən məndə, 7 iqlim torpağında mənim hökmüm keçir. Hansı padşahı desən, onun torpağını at torbasında daşıtmağa gücüm çatar. Amma bununla belə başım fikirdən ayılmır. Gündüzlər gülürəm, danışıram, gecələr sabaha kimi fikirləşirəm ki, yavaş-yavaş saqqalıma dən düşür, günlərin birində başımı yastığa qoyacağam. Öləndən sonra yerimdə oğuldan, qızdan bir övladım, varisim yoxdur ki, taxt tacımı ona tapşıram. Odur ki, deyirəm, görəsən, məndən də çox fikir çəkən, dərdli adam varmı?" Vəzir söylədi: "Şah sağ olsun, dünyada dərdsiz, fikirsiz adam tapılmaz." Bu sözün üstündə padşahla vəzirin arasında mübahisə başladı. O gündən padşahın adamları şəhər-bəşəhər, kənd-bəkənd gəzib dərdsiz adam axtardılar. Kimə yaxınlaşdılarsa, gördülər hərənin bir dərdi var. Axırda gəlib padşaha dedilər: "Hər yeri gəzdik, dərdsiz adam tapa bilmədik." Padşah yenə dedi: "Vəzir, mən inanmıram. Gəl libasımızı dəyişib, çıxaq vilayəti özümüz gəzək, onda taparıq." Bəli, padşahla vəzir paltarlarını dəyişib düşdülər bazar dükanı gəzməyə. Ora getdilər, bura getdilər. Axırda bir dükana girib dedilər: "Salam əleyküm." Dükançı dedi: "Əleyküməssalam. Ay sizi xoş gəlmisiniz, beş gəlmisiniz. Deyin görüm nə almaq istəyirsiniz, bu saat gətirim." Padşah dedi: "Heç bir şey almaq istəmirik. Gəzirdik, elə biraz yorğunluğumuzu almaq üçün bura girdik. Bir balaca söhbət eləyək, dərdimiz dağılsın." Dükançı qaşqabağını turşudub dedi: "Valla oturub danışmaqla keyfim açılası deyil." Padşah dedi: "Niyə?" Dükançı cavab verdi: "Necə niyə? Neçə vaxtdır ki malım satılmır. Elə bil heç kimin pulu yoxdur. Mal alan da nisiyə aparır. Bir qəpik də pul vermir. İndi ambar dolusu malım var, amma çörək almağa pulum yoxdur. Bu hal ilə nə keyfim olsun?" Padşahla vəzir gördülər ki, yox, kişinin dərdi var. Yavaşca çıxıb getdilər. Yolda bir bağbana rast gəlib, onun keyfini xəbər aldılar. Bağban ahızarla dedi: "Ay qardaşlar, nə keyfim olacaq? Var yox bir bağım var idi. Padşahın cuvarları suyumu kəsib bağı susuz qoyublar. Ağaclarımın hamısı quruyub, tələf olub. İndi onun fikrindəyəm ki, görən neyniyim?" Padşahla vəzir buradan da getdilər. Yolları bir ölü məclisinə düşdü. Girdilər yas məclisinə. Kimə yanaşdılarsa, dərdsiz adam tapa bilmədilər. Biri dedi: "Qızım cavan öldü, dünyadan nakam getdi." O biri dedi: "Gözümün ağı qarası bircə oğlumu padşah dar ağacından astırdı." Padşah dedi: "Vəzir, bura yas yeridir. Burada hamı dərdli olar. Gəl indi də bir toy məclisinə gedək." Hər ikisi evdən çıxıb bir toy məclisinə getdilər. Qapıdan girən kimi gördülər çalan kim, oxuyan kim, oynayan kim, gülən kim. Bir kef var ki, gəl görəsən. Padşah dedi: "Vəzir, biz axtardığımızı tapsaq elə burada tapacağıq." Vəzir dedi: "Padşah sağ olsun, tək elə olsun. Amma bu adamların ürəyini burada bilmək olmaz. Toydan sonra görərik." Birdən padşahın gözü bir adama sataşdı. Gördü ki, məclisin lap başında bığı burma bir kişi oturub. Üzünə baxan kimi başlayır gülməyə. Ayağa duranda qolları özündən qabağa gedir. Az qalır göyə uçsun. Özü də ona nə qədər deyirlərsə ye, deyir ki, "Valla elə gündə evimizdə toydu, indicə yeyib gəlirəm." Padşahla vəzir ha istəyirlər ki, bu adamla danışsınlar, fürsət düşmürdü. Bunlar o qədər gözlədilər ki, toy məclisi dağıldı. Həmin kişi evinə gedəndə qara-qara onun dalınca getdilər. Kişi evinə girəndən biraz sonra padşahla vəzir qapını döydülər. İçəridən bir nəfər gəlib qapını açdı. Qapıya gələnə dedilər: "Qərib adamıq, gecə qalmağa yerimiz yoxdur. Siz də gecələməyə yer verərsinizmi?" Ev sahibi dedi: "Qardaşlar, gecə vaxtı qonağı qapıdan qaytarmazlar. Buyurun içəri." Padşahla vəzir içəri girdilər. Ev sahibi onlara yer göstərdi. Oturdular. Qonaqlar baxıb gördülər ki, bu kişinin evi padşahın evindən də qəşəngdir. Padşahın evi bunun yanında daxmaya oxşuyur. Qapısında qulu, qulluqçusu, evi başdan ayağa ləl-cəvahirat içində. Başladılar söhbətə,
Bir də gördülər ki, çay çörək gəldi. Oturub çörək yeməyə başlayanda ev yiyəsi bir ah çəkdi. Padşahla vəzir qaldılar məətəl ki, yəqin bunun da dərdi var ki, belə ah çəkir. Və soruşdular ki, niyə ah çəkdin? Kişi dedi, heç, elə belə. Padşah nə qədər elədisə, kişi demək istəmədi. Axırda vəzir dedi, qardaş, bizdə adətdir, qonağa hörmət eləyərlər. Əgər sən dərdini bizə deməsən, əlimizi süfrəyə uzatmayacağıq. Kişi əlacsız qalıb dedi, vallah, Allahdan gizli deyil, bəndədən nə gizlin. Mənim çörək yeməyə qollarım yoxdur. Vəzir dedi, bəs axı biz sənin qollarını görürük. Kişi dedi, o gördüyünüz mənim qolum deyil. Paltarın qoluna saman doldurmuşam, odur. Çuxanı kişinin əynindən çıxarıb gördülər ki, doğrudan da qolları yoxdur. Vəzir bu əhvalatı görən kimi barmağını dişlədi. Padşah dedi, a kişi, sənin qolunu kim bu günə salıb? Kişi dedi, bizim bu zalım, ağılsız, hər yalana inanan padşahımız. Padşah bu sözü eşidən kimi hirsləndi, amma özünü saxladı və dedi, axı bir də görün padşah niyə sənin qolunu kəstirib? Kişi dedi, mənim dükanım var idi, dəmirçilik eləyirdim. Özü də ustalıqda adım çıxmışdı, hamı məni tanıyırdı. Bir gün padşahın darğası gəldi ki, padşahın əmrinə görə ona elə bir qılınc qayırasan ki, daşa vuranda 2 parça eləsin, bir tük qədər də ağza əyilməsin. Mən padşaha layiq gözəl bir qılınc qayırdım. Sabahı günü oğlan gəlib qılıncı apardı. Üstündən bir gün keçmiş, bir də gördüm ki, başdan ayağa qırmızı geyinmiş 2 cəllad dükana girib elə oradaca qolumu qılıncla vurub saldılar. Cəlladlardan biri dedi, padşahı alladıb ona sınıq qılınc qayranın qollarını bax belə kəsərlər. Padşah özü belə əmr eləyib. Dedim, mənim qayırdığım qılınc daşı parça-parça eləyir. Bu olan iş deyil. Cəlladlar gedib əhvalatı padşaha söylədilər. Padşah inanmadı. Amma padşahın vəziri ağıllı adam idi. O başladı şübhələnməyə ki, yəqin darğanın qılınca tamahı düşüb, dəyişib, əvəzinə ayrısını verib. Başladı bu sirri öyrənməyə. Bu tərəfdən də mən hər yerdə padşahın elədiyi zülmü cəmaata söyləyirdim. Padşah özünü saxlaya bilməyib dedi, a kişi, sənin bu boyda dərdin var idi və sən niyə üzünə baxana elə hırıldayıb gülürdün? Kişi dedi, qonaq qardaş, biraz səbrin olsun, qoy sözümü danışım, elə bu saat deyəcəkdim, niyə mən həmişə gülürdüm? Sözümü kəstin. İndi deyim, onun da səbəbini bil. Elə ki, mən padşaha lənət oxumağa başladım, bu söz gedib padşahın qulağına çatdı. Bu dəfə vəziri yanıma göndərdi ki, əgər bir də mənim zalımlığımdan danışsa, onu dar ağacından astıracam. Yox, əgər hər yerdə məni tərifləyib, gülüb hırıldasa, onda onunla işim yoxdur. Vəzir padşahın bu əmrini mənə söyləyəndən sonra mən başladım üzdə həmişə yalandan gülüb danışmağa. Amma ürəyimdə 2 dəfə artıq qarğış tökməyə. Mən gördüm ki, yanıma gələn vəzir həm insaflı, həm də ağıllı adama oxşayır. Odur ki, əhvalatı olduğu kimi ona danışdım. Vəzir dedi ki, arxayın ol. Bu iş olsa darğanın kələyidir. Mən onu tapacam. Padşah sözünü saxlaya bilməyib bir də soruşdu. Qardaş, bəlkə padşahı aldadıblar, onda nə təqsir var? Kişi dedi, qonaq qardaş, niyə uşaq kimi danışırsan? Elə əsl təqsir ondadır da. Bəlkə biri gəlib yalandan deyəcək ki, mənim xoruzum gündə 100 yumurta yumurtlayır. Məyər gərək padşah ona inansın? Belə padşaha ağılsız adam deyərlər. Mən özüm dəmirçi adamam, amma bilirəm ki, padşahın gərək ağıllı, tədbirli, dünya görmüş adamları ola. Onların sözlərini də eşidəndən sonra bir özü yoxlaya, bəlkə elə onu aldadırlar. Nə olardı ki, ya padşah, ya da onun adamları məni yanlarına çağırıb soruşaydılar ki, ay yazıq, axı sənin təqsirin nədir? Mən də açıb düzünü deyəydim. Onda qolumu da kəsməzdilər. Padşahla vəzir bir-birinə baxıb gördülər ki, bu kişinin dərdi hamıdan çoxdur. Gecədən xeyli keçmişdi. Odur ki, başladılar yatmağa. Yerlərinə girdilərsə də yata bilmədilər. Vəzir padşaha yaxınlaşıb yavaşca dedi. Padşah, yadınıza gəlirmi bu kişinin qollarının kəsilməsinə siz əmr vermişdiniz? Padşah dedi. Vəzir, yaxşı yadımdadır. Mən indi başa düşürəm ki, elə bütün əmrləri belə vermişəm. Lap axmaq olmuşam. Yaxşı ki, ədabil quşları mənim qoşunlarımı qırıb çatmayıblar. Öz adamlarıma inanıb, özgələrinin sözünə qulaq da asmamışam. Bir də mənim torpağımdakı adamların dərdli, qəmli olmalarının da səbəbi deyəsən elə özüm olmuşam. Çünki biz rast gəldiyimiz adamların hamısı padşahın zülmündən danışırlar. Mən bugündən
zalımlığımdan əl çəkirəm. Bundan sonra lap atam da olsa hamıya bir gözlə baxacam. Kasıb küsuba, əlsiz ayaqsızlara, qocalara, yetimlərə, dullara əl tutacam. Amma vəzir, gərək burdan gedəndən sonra darğanı yoxlayaq. Vəzir dedi, şahım, o işi mən özüm yoxlayaram. Padşah dedi, vəzir, nə yoxlamaq? Gedən kimi çağırıb deyərəm, qılıncı gətir, o da gətirər. Sonra da boynunu vurduraram. Vəzir dedi, şahım, elə sənin səhvin oradadır ki, kələkbazdan doğruluq gözləyirsən. Axı o bilir ki, qılıncı gətirib sənə göstərsə, işlərin üstü açılacaq. Onda heç onu gətirərmi? Bu işdə tədbir lazımdır. İndi o tədbiri mən görüm, sən də bax. Bəli, səhər açıldı. Qonaqlar ev sahibinə halal xoş eləyib gəldilər öz yerlərinə. Padşah dedi, vəzir, indi tədbirini gör görək. Vəzir dedi, şahım, əmr ver ki, sabah meydanda ox atmaq, qılınc vurmaq, at çapmaq günüdür. Kimin yaxşı nəyi varsa çıxartsın. Kimin qılıncı yaxşı kəssə, atı ötsə ona bəxşiş veriləcək. Onda darğa da o qılıncı çıxardar, biz də tanıyarıq. Bəli, padşah o saat əmr verdi. Səhər tezdən meydan adamla doldu. Padşah, vəzir, vəkil, əyan, əşrəf hamı yığıldı meydana. Şeypurlar çalındı, igidlər meydana girdi. Kimi at çapır, kimi qılınc vurur, kimi qalxan tuturdu. Padşahla vəzirin gözü darğadaydı. Bunlar baxıb gördülər ki, darğanın əlində bir qılınc var ki, baxanda adamın gözünü qamaşdırır. Özü də bu qılıncla kimin qalxanına vurursa ikiyə bölür. Padşah əmr elədi ki, darğanı gətirsinlər. Darğanı o saat gətirdilər. Padşah qılıncı alıb baxdı. Bəli, qılınc ona qayrılan qılıncdı. Hələ üstündə adı da yazılmışdı. Padşah qəzəblə darğaya dedi, de görüm, bu qılıncı hardan almısan? Darğa əvvəl istədi dana, gördü iş işdən keçib və təqsirini boynuna aldı. Padşah o saat əmr elədi. Cəlladlar elə ordaca həmin qılıncla darğanın boynunu vurdular. Əziz balalar, yadda saxlayın, zülm etmək, insanları incitmək, onların haqqını tapdalamaq olmaz. Bir iş görəndə 100 ölçüb bir biçmək lazımdır. Göydən 3 alma düşdü. Biri bacadan baxanlara, biri nağılı söyləyənlərə, biri də nağıla qulaq asanlara. Onlar yedilər, içdilər, yerə keçdilər. Biz yedik, içdik, dövrə keçdik.